Bax, bunu aldıq. İndi kubu görün mən nə edəcəm. Bax, alıram x kubu plus y kubu plus z kubu. Bərabər eləyirəm x plus y plus z-i. Vururam x kvadrat plus y kvadrat plus z kvadratına. Bax, vuranda x-i x-ə vuranda nə edir? X kubu eləyir. X y kvadratı yoxdur orada. X z kvadratı orada yoxdur. Deməli, mən çıxıram x y kvadratın, x z kvadratın. Sonra bunu buna vururam. Olur y x kvadratı. Bax, çıxıram da, əlavələri çıxıram. Minus y z kvadratı çıx z x kvadratı çıx z y kvadratı. Niyə belə yazdım? İndi buradan əslində bir yerə gəlib çıxacağıq. Və bunlar var. Bunlar nə qədərdir ki? Bax, yuxarıda biri 1-dir, biri 9-dur. Vuranda nə inir? 9 çıxılsın. İndi burada nə inirəm? Bax, buradan x, y-ləri çölə çıxardıram. Qalır x plus y. Bax, bu getdi. Sonra y-lərdən çölə çıxardıram. Qalır y-z-i çölə çıxardanda qalır y plus z. Sonra x-z'ləri çölə çıxardıram. Qalır x plus z. Axı, hər dəfə x plus y-i yuxarıdan nə tapa bilərəm? 1 çıx z tapa bilərəm. Axı, bu 1 çıx z-dir. Sonra y plus z 1 çıx x-dir. Sonra x plus z 1 çıxılsın y-dir. İndi baxın, bunları yenə mötərizələrini açanda x, y, z, x, y, z, x, y, z. 3 dənə x, y, z var. Minus x, y plus y, z plus x, z var. İşte bunlar da yuxarıda var. Baxın, x, y, z hasilin istəyilmiş. Hasilin, əla. Kub var, 1-dir. Bax, sağda 1 var. Bura 9-dur. Bura 3x, y, z-dir. Bu nə idi? Bu da mənfi 4-dür. Üstə gəl nə olur? 4 olur. Son. Oradan rahat tətbiq eləyib tapa bilərsiniz. Bu əslində bu çox qəşəng üsuldur. Amma mən sizə əvvəlki dərslərdə belə bir vurğuları ayırma da öyrətmişdim. Deməli, bu x plus y plus z vurulsun. O mən unudanda aparıb yerinə qoyub da yazıram. Plus, səhv etmirəmsə minusudur. Onun isbatı mən bilirəm. X, y plus x, z plus y, z-dir. Bundan da yazmaq olar bəlkə də. O vurğuları ayırmanı bir də hesablayıb yazmaq olar.